Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi. Yenə avtomobil bazarındayıq, Badamdardayıq və gəlmişik bu bazar, görək bu yay bazarı, bu dəfəki bazar hansı vəziyyətdə olacaq, alqı-satqı olacaqmı yoxsa yox. Və paralel olaraq da qiymətlərlə sizi tanış eləyəcəm və eyni zamanda sizdən gələn müxtəlif avtomobillər var ki, həmin avtomobilləri də bu vlogda görəcəksiniz. Biz yollanırıq bazara, indi bazarın girişindəyik. Səhər saat heç 8 deyil, 8-ə qalıb bir 15 dəqiqə və bu dəqiqələrdə bazara ciddi bir axım var. Avtomobillər yavaş-yavaş daxil olur bazarın girişindən içəri. İndi içəri keçəcəm, görək içəridə vəziyyət nə yerdədir. Qardaş da imkan vermir ki, danışaq. Keçək görək içəridə nə baş verir. Getdik biz içəri. Biz artıq bazardayıq. Bütün avtomobillər çəkəcəyik. Bazarla bağlı ən son məlumatları çatdıracağıq sizə. Diqqətlə vlogu axıra qədər izləyin. Qardaşlar silib təmizləyir səhər-səhərdir. Avtomobillərinin tozun torpağını təmizləyir. Burada bir dənə Equinox var, Chevrolet, qızılı rəngdə. Onunla başladım və qardaş avtomobilini səliqəli hala gətirir, təmizləyir, silir, təkərlərini qaraldır. İnşallah yaxşı müştərisi olar. Yaxınlaşacaq, indi soruşacaq görək avtomobil nədir, nə deyil. Xoş gördük, hər vaxtınız xeyir olsun. Bazar olsun və yorulmayasınız deyirəm. Allah xeyri bir müştəri getirsin. Avtomobiliniz nədir, neçənci ildir? Equinox-u bunu görürəm. 2017 Equinox LT'dir, LT'nin full variantıdır. Lükludur, primer monitorla, qızdıran kör nöqtə və s. Premier komplektasiyadır. Tam primer deyil, primerdə Biraz primerdən orta komplektasiya. LT'nin fulludur da, LT'nin fullu deyirlər buna belə. Aydındır, bax, premium komplektasiyadır, aydındır, başa düşdüm. Avtomobilinizlə bağlı bugün indi bazardasınız, silirsiniz, təmizləyirsiniz. Nə gözləyirsiniz? Yəni, müştəri gələcək sizə. Xeyirli bir müştəri, yəqin ki, gələr inşallah, Allah yetirər. İnşallah qardaş, yorulmayasan, mən avtomobilin vizual olaraq çəkəcəm, göstərəcəm. Təşəkkürlər sizə də, çox sağ olun. Ötən bazar bazarda idi, yoxsa necə? Bəli, bəli. Necə idi ötən bazar? Ötən bazar belə də orta. Yəni, yay bazarda əslində, yəni yay bazarına xasda biz bunu görürük hər bazar. Tətildir deyə biraz zəifçilikdir. İstirahətli rayonlarda cəmaət tərəfləri, ona görə biraz zəifçilik var. Bəli, başladıq qardaşın Equinox-unu çəkməyə və elə özü dediyi kimi inşallah xeyri bir müştəri gələr və bu bazar bu maşını satar. Biz başlayırıq incələməyə bu qızılı rəngdəki Equinox-u. Görək nədir, nə deyil. Deməli, öyrəndik ki, həm də 123 min mil, yəni 190 minə yaxın yürüyüşdədir bu 2017-ci ilin Equinox-u. Baxaq, vizual olaraq göstərirəm sizə. Yük yeri də açıqdır, elə buradan içəri keçid eləyəcəm. Avtomobili sol tərəfdən, yəni sürücü tərəfdən interyerinə daxil oluram. Açarsız daxil olmaq görürsünüz. Biz qapıları açırıq, içəri keçirik. Bəli, avtomobil premium komplektasiyadır, bayaq dediyimiz kimi. Oturacaqların elektron idarə olunması və s. Buradan keçirik, amma oturacaqlar təbii ki parçadır. Premier komplektasiya olsaydı, oturacaqlar təbii ki dəri olacaqdı, biz bunu görəcəkdik. Amma hazırda nəyə müşahidə edirik? Avtomobil orta komplektasiyadır, böyük monitoru və s. var. Müxtəlif funksiyalar da var avtomobilin. Adaptiv kruz kontrolu və s. Biz bunu buradan görə bilirik. Yəni oturacaqlara səliqəlidir, parça olsa da didilmə, sökülmə biz burada görmürük, müşahidə etmirik. Arxa qapıdan da keçəcəyik. 4 qapının 4-ündə də keylosko var, yəni açarsız daxil olma. Bu da bunun arxa oturacaqlarıdır, səliqəli vəziyyətdədir avtomobilin oturacaqları. Sərnişinlər üçün də kondisioner nəzərdə tutulubdur. Qalxırıq damına doğru, damında da başdan başa bir panoramik lük görürük. Yaxşı vəziyyətdədir. Bəli, Chevrolet Equinox. Amerikalıların son dönəmlər sevdiyi model. Avtomobil start qiyməti 21.500-dür. 21.500 dəyərli izləyicilər. 2017-ci ilin Equinox-u. Dəyərli izləyicilər, qarşımızda iki eyni model var. Amerikadan gəlmiş Hyundai Tucson'dan gedir söhbət. Biri full komplektasiyadır, digəri
orta, yəni premium komplektasiyadır. Avtomobilin biri 2021-ci ildir ki, hansı ki qarşımızdakı bu tünd yaşıl rəngdə olan 2021-ci ildir. Digəri qara rəngdə olan isə 2024-cü ildir. Hər ikisini detallı şəkildə sizə təqdim etmək üçün yavaş-yavaş avtomobilin vizual görünüşünü sizə göstərməyə çalışıram. Hər iki avtomobil də yeri gəlmişkən hibrid mühərriklə tərkiz olunub, görürsünüz. Maraqlıdır ki, bu avtomobillərin yürüyüşləri də çox azdır. İndi onlardan da sizə danışacağım. Vizual görünüşünü görürsünüz. 2021-ci ildə yeni nəsil Tucsonların maraqlı, yəni ban dizaynı var və həqiqətən də bu dizaynın belə olmağı çoxları, yəni sırf buna görə üstünlük verir bu crossoverə. Ön görünüşünü və s. baxırsınız, müşahidə edirsiniz. Avtomobilin disk təkəri də yaxşı vəziyyətdədir. Biz sürücü tərəfdən yaxınlaşırıq, qapını açırıq və içəri keçirik. Avtomobilin yürüyüşünü sizə təqdim edəcəm indi. Faktiki olaraq görürəm ki, 76.000 mil yürüyüşdədir bu avtomobil. Görürsünüz, 76.000 mil yürüyüşdədir. Yaxınlaşıram. Premium komplektasiyadır bu. Elektron idarə olunmasıdır. Yəni sadəcə olaraq oturacaqları dəri deyil, dəyərli izləyicilər. Ona görə də premium komplektasiya demək olar bu avtomobilə. Səliqəlidir, oturacaqlar da təzədir demək olar ki, 76.000 mil götürəndə nə yürüyüşdür ki. Buradan da fırlanırıq. Ön şitə doğru görürsünüz, böyük monitor, böyründəki müxtəlif funksiyaları, klimat kontroldur. Buradan düşürük. Sürətlər qutusunu idarə edən rıçaq yoxdur əslində, bunda düymələrlə də görürsünüz. Və buradan sizə göstərirəm oturacaqlarının isidilməsi və s. buradan müşahidə etmək olur. Elektron idarəetmə panelidir avtomobil. Qalxırıq damına doğru. Burada da böyük bir lük görürük. Panoramik dam görürük daha doğrusu. Açırıq qapısını, daxil oluruq arxa tərəfə. Arxa oturacaqları sizə təqdim edirik. Çox səliqəli vəziyyətlidir. Heç elə bir içərisində adam oturmayıb. Yəni o dərəcədə oturacaqları təzə qalıbdır. İndi isə qara rəngdə olan Tucsonu sizə təqdim edirəm. Eyni mühərrikdir, hibrid mühərrikdir ikisi də. Əslində tam sadə komplektasiyada deyil. Oturacaqların idarə olunması və s. var bu avtomobildə. Görmək olur. Digər Tucsondan çatışmayan şey yalnız bunun lükünün olmamağıdır. Görürsünüz, monitor da bir balaca, o birisinə nisbətən balacadır. Görürsünüz, müşahidə edə bilirsiniz rahat şəkildə. Bunun da lükü var və bunun yürüyüşü isə çox azdır, dəyərli izləyicilər. 8000 mildir. Baxın, 8000 mil götürəndə heç demək olar ki, sürülməyib. Tünd yaşıl rəngdə olan Tucsondan bu Tucsonun fərqi, görürsünüz, lükünün olmamağıdır. Qara rəngdə olanın qiyməti 39.000-dir, 39.500 daha doğrusu. Bu tünd yaşıl rəngdə premium komplektasiya Tucson isə qiyməti 42.500-dür. Hər ikisi də Amerikadan gələndə yüngül zədə ilə gəlibdir. Yəni ili də təzə olsa, yürüyüşü də az olsa, yüngül zədə ilə gəlib deyilir. Ön bamperin zədəsi və ön sol və sağ qanadının, birində sol, digərində isə sağ, yəni krilo deyək, yüngül zədəsi olub, amma detal dəyişmə olmayıbdır. Üzərində düzəlib, rənglənib və s. Yəni ciddi bir zədəsi yoxdur. Heç birinin airbagları və s. atmayıb. Bu da bu 1.6 hibrid Tucsonlarla bağlı detallı informasiya. Qiymətlərini də dedim sizə. Buyurun, baxın. Bir dəyərli izləyicim yazmışdı ki, mümkünsə mənə Ford Fusionları çək. Və xüsusi olaraq mən Ford Fusionlarda ən bəyəndiyim mühərrik var fonda. 2 titanium, yəni ən uğurlu, ən yaxşı mühərrik olan Fusionlar məhz mənim zənnimcə 2 motorlardır. Yəqin ki, bu fikrimlə çoxları razılaşar. Xüsusilə də hibrid mühərriklərindən çox xoşum gəlir. Bu isə hibrid olmasa da 2 titaniumdur, yəni 2 mühərrikdir. Yəni qeyd etdiyimiz kimi o 1.5-lərlə eyni mühərrik sayılmır hardasa. Ona görə də bu mühərriklər, 2 mühərriklər bir qədər uzun ömürlü və baş ağrıtmayan mühərriklər hesab olunur. İndi bu qara rəngdə 2018-ci ilin full komplektasiyası olan Ford Fusion'unu detallı şəkildə sizə təqdim edəcəm və bir də qiymətindən danışacağıq. Başladıq incələməyə. Qardaş strip təmizləyir. Deməli, avtomobil 100.000 mil yürüyüşdədir.
Amerikadan gələndə başına nə gəlib? Amerikadan gələndə başına hər hansı bir iş gəlibmi? Hə, deyə bir dənə arxa bamper yerdə olubdu. Onu da götürüb içinə qoyub gəlmişik. Yəni niyə yerdə olub bilmirəm deyir. Çünki gövdəsində hər hansı bir formada zədəsi olmayıbdı. Açarsız daxil olmayla daxil oluruq avtomobilin, yəni ön qapısından içəri, sürücü tərəfə görürsünüz oturacaqların idarə olunması elektron şəkildə. Avtomobil qeyd etdiyimiz kimi full komplektasiyadır. Biz buradan yavaş-yavaş yaxınlaşırıq. Avtomobilin interyerini dəqiq şəkildə sizə göstərməyə görürsünüz. Böyük monitordur, start-stopdur. Bu Sony monitordur, Sony səs sistemidir. Və biz buradan düşürük aşağı. Avtomobilin jotçiklə, yəni pillələri qutusunu hərəkətə keçirən burada bir mexanizm var görürsünüz. Elektron əl əyləci var avtomobilin. Dəri oturacaqlardır ki, bu dəri oturacaqlar da didilmə, sökülmə heç nə yoxdur. Detallı şəkildə sizə təqdim edirəm. Avtomobilin damında da bir lüku var. Bunu da görürsünüz. Bu da avtomobilin sükanı. Çox səliqəli vəziyyətdədir. Sükanda sadəcə olaraq sükanın ümumi materialı, yəni bax, bu hissələr tutulan yerlər müəyyən qədər bozarıb. Bunu yəqin ki, indi fokusu tənzimləməyə çalışaq. Bunu yəqin ki, detallı görürsünüz. Buralarda biraz belə bozarmalar var. Vəssalam, yəni amma didilmə, deformasiya hər hansı formada yoxdur. Sahibi deyir ki, bu Fusion start qiyməti 23.800 manatdır. İstəyən olsa, deyir, qiymətdə yaxşı formada razılaşacağıq. Belə, qara rəngdə Ford Fusion 2 Titanium 2018-ci il, dəyərli izləyicilər. Burada isə 2022-ci ilin bir hibrid, 1.6 hibrid mühərriklə tərkiz olunan Hyundai Santa Fe-si var. 2022-ci il yeni nəsil deyək. Avtomobil qəşəng crossoverdir. Çox xoşum gəlir bu crossoverin vidindən, fasonundan. Ön farlar görürsünüz necə gəldi bu dəfə. Yəni ki, 2022-ci il modellərdə. Disk təkəri də yaxşı vəziyyətdədir. Ömrünə xeyli var təkərlərin. Yavaş-yavaş bu avtomobilin vizual görünüşünü sizə təqdim edəcəm. Bu bunun banıdır. Görürsünüz. Detallı şəkildə sizə təqdim edirəm, dəyərli izləyicilər. Buradan daxil oluruq interyerinə. Açarsız daxil olma, gizli formada açarsız daxil olma görürük. Oturacaqlar elektron idarə olunmadır. Dəridir və krem rəngi ilə, yəni tünd krem rəngi ilə qaranın sintezi var salonda. Bunu görürük biz, çox qəşəng interyeri var, özünüz də görürsünüz. Qarı ilə krem rənginin sintezidir. Bu da bunun versiz dirsəklikdəki funksiyalara baxın, dəyərli izləyicilər. Çox maraqlıdır. Sürətlər qutusunu hərəkətə keçirən düymələrdir, parklanmadır, oturacaqların isidilməsidir, görürsünüz. Menüyə daxil olma və s. Burada hər şey var, dəyərli izləyicilər. Buradan qalxırıq, özünə məxsus da bir monitoru var, onu da göstərirəm sizə. 43.000 mil yürüyüşü var, 43.500, görürsünüz, 43.528 mil yürüyüşdədir avtomobil. Zolaqdan çıxma xəbərdarlığını göstərən funksiya var və bir çox funksiyaları biz burada avtohold və s. hər şey var bu avtomobildə. Buradan biz yavaş-yavaş qalxırıq avtomobilin. Damını da sizə göstəririk, başdan başa panoramikdə damı var. Yəni full komplektasiyadır, dəyərli izləyicilər. Full komplektasiyadır bu avtomobil. İndi isə ön qapını örtürük. Ağ rəngdə Hyundai Santa Fe-nin. Və biz daxil oluruq arxa qapıdan içəri, göstərək içərinin vəziyyətini. Arxa oturacaqları vapşı ləzzətli, daha fikir verirsiniz. Qarı ilə krem rənginin sintezi müşahidə edirsiniz. Buradan düşürük aşağı. Bu hissələrdə göstəririk sizə. Buradan yavaş-yavaş qalxıraq damına. Öyrəndik ki, bu Santa Fe-nin qiyməti də 48.000 manat. Dəyərli izləyicilər. Hər avtomobillə də bağlı bildiyim məlumatları sizlə bölüşürəm. Bu bəzən yorucu ola bilər, bəzən kimlərsə bunu bəyənməyə bilər. Hər kəsin fikrinə təbii ki, hörmətlə yanaşıram. Amma çəkdiyin avtomobili sadəcə göstərməklə mən fikirləşirəm ki, düzgün deyil. Sadəcə mən çəkdim, mən maşını göstərdim səssiz formada.
düzgün deyil. Avtomobillə bağlı məlumat vermək lazımdır, funksiyalarla danışmaq lazımdır. Nə görürəmsə, onu göstərirəmsə, paralel olaraq da onu deməliyəm. Bəzən kamera nəyisə yaxşı göstərməyə bilər, amma mənim gözüm təbii ki, kameradan daha üstündür, daha çox şey görürəm, ona görə də sizlə bölüşürəm. Bu kimlərsə üçün yorucu olarsa, ya baxmasın, ya da nə bilim, heç ümumiyyətlə kanalı izləməsin. Və mənim bu kanalı açmaqda məqsədim o idi ki, avtomobil bazarından hər avtomobillə bağlı detallı danışacağım və hər bazar, bu bazardan yeni məlumatlar sizlərlə bölüşəcəm. Yəni, bu kanalı açmaqda, YouTube kanalımı açmaqda məqsədim bu idi. Bəzi insanlar yazırlar ki, ay çox danışırsan, ay belədir, ay elədir. Qardaş, baxma. Baxanlar var. İstəyənlər üçün maraqlıdır. Maraqlı olan insanlar da baxır. Yəni, bir-iki nəfər qrup qoyan hər yerdə var, tapılır. Yəni, həmin o qrup qoyanlar mənim heç kanalıma baxmasın. Mənim üçün maraqlı deyilsiniz, yəni. Dəyərli izləyicilər, qarşımızda 2017-ci ilin Kia K3 var, Koreyadan gələn. Başqa sözlə Forte. Yəni, müxtəlif adlarda olur bu avtomobil, amma götürəndə söhbət eyni avtomobildən gedir. Bu avtomobilin vizual görünüşünü sizə təqdim edirəm yavaş-yavaş. 1.6 mühərrikdən gedir söhbət. Full komplektasiyadır, full deyilmi, yoxmu? Bunların hamısını detallı şəkildə sizə təqdim edəcəm. Təbii ki, bir də qiyməti ilə sizi tanış edəcəm, dəyərli izləyicilər. Qəşəng sedanlardır, baş ağrıtmayan sedanlardır. Heç bir problem yaratmayan sedanlardır. Xüsusilə də Kia'nın bu sedan modelləri, yəni bu segmentdə olan avtomobilləri, Rio'lardır, bunlardır. Yəni çox məsləhətli maşınlardır. Özüm də sürürəm, görürəm bunu. Buradan daxil oluruq bu avtomobilin interyerinə. Koreyalıların premium komplektasiyasıdır, dəyərli izləyicilər. Oturacaqların görürsünüz idarə olunması yoxdur, əllə idarə olunmadı. Oturacaqların elektron tənzimlənmə deyil. Buradan yavaş-yavaş yaxınlaşırıq, görürsünüz. Burada da müəyyən ponoflu komplektasiyalardakı funksiyalar bəziləri yoxdur, çatmır. Qara rəngdədir, dəri oturacaqlardır və dəri oturacaqları səliqəli vəziyyətdədir. Bunu buradan görürəm və göstərirəm sizə. Yavaş-yavaş digər oturacaqları da təqdim etmək istəyirəm sizə. Görürsünüz, digər oturacaq da yaxşı vəziyyətdədir, matlığını qoruyub saxlamaqdadır. Faktiki olaraq avtomobili 146.000 kilometrdədir. Bunu da buradan yavaş-yavaş görürsünüz. Heç monitoru yoxdur, öz radiosudur və bunu buradan sizə təqdim edirəm. Xüsusi bir şərhə ehtiyac yoxdur avtomobildə. Yəni o funksiyaları və s. Burada sadəcə olaraq sizə deyə bilərəm ki, avtomobilin oturacaqları həm isidici var, həm də ventilyasiyası var. Hər iki, yəni ön oturacaqlarda bunu görürük. Buradan yavaş-yavaş qalxıram. İdarəetmə panelinə görürsünüz 146.853 kilometr yürüşdür avtomobil. Sükanı da qəşəkdir, yəni didilmə, sökülmə yoxdur. Sükanda da o dərisi, yəni sürtülməsi də yoxdur. Matlığını qoruyub saxlayır. Dəyişməyib sükanın dərisi. Bunu mən buradan çox yaxşı görə bilirəm. Elə. Full komplektasiya olmadığına görə arxa oturacaqların nə isidilməsi, nə soyudulması və s. nəzərdə tutulmayıb. Bunu da sizə göstərirəm. Olsaydı qapılarda mən bunu görərdim. Amma arxa oturacaqları da səliqəli vəziyyətdədir. Və təbii ki, Koreyadan gəldiyinə görə lükü də yoxdur. Öyrəndik ki, avtomobilin start qiyməti 21.800 manatdır. Bu ağ rəngdə. Forte'nin başqa sözlə K3-ün qiyməti 21.800 manatdır, dəyərli izləyicilər. Belə. Dəyərli izləyicilər, bu bazarda məndən bu qədər deyirəm və yavaş-yavaş bazarı tərk edirəm. Qiymət də o deyil idi, yəni ki, dəyişən bir şey yox idi. Alqı-satqı da ölü idi, yəni sıfırın altında idi. Bazarda bu bazar maşın sayı o qədər də çox deyildi. Və biz bunu görürük. Tipik yay bazarı idi, dəyərli izləyicilər. Yəni, hələ də davam edir təbii ki bazar və mən bazarda çəkəcəklərimi çəkib çıxmaq qərarına gəldim. Vlogu izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Abunə olmayanlar da xahiş edirəm, abunə olsun. Kanalımızın reytingi yüksəlsin. Təşəkkür edirəm hər birinizə. Özünüzə yaxşı baxın. Bizi izləmədə qalın. Getdik, gələn vloqlarda görüşərik.